Hər nə qədər kənardan faydalı bir şey kimi görünsə də, bizi içdən-içə zəhərləyən, digər zərərli vərdişlərdən fərqli olmayan bir an, bir hadisə, bir duyğu haqqında danışacağam. Mükəmməlliyətçilik. Mükəmməlliyətçilik insandan insana görə dəyişə bilən bir şeydir. Mükəmməl olmaq necə bir şeydir? İnsan niyə mükəmməl olmaq istəyir? Bu gün bu mövzulara toxunacağıq. Kanalıma xoş gəldin. İlk olaraq mükəmməlliyətçilik qavramını bir ələ götürək. Bir şeyi mükəmməl %100 şəkildə tamamlamaq. Məsələn, bu sənin üçün 1 kilometrə qaçmaq ola bilər. Bu sənin üçün 1 saat boyunca sadəcə dərs oxumaq ola bilər. Bu sənin üçün bir şeyi %100 tamamlamaq ola bilər. Və bu insan olaraq bizi həqiqətən də mental olaraq çox yoran bir vərdişdir. Mükəmməlliyətçilik özü də başlı başına bir tələdir. Yəni necə deyim, həyatın bir dönəmi boyunca uğursuz olmuş, məsələn, kiçikliyində, uşaqlıq dövründə uğursuz olmuş insanlarda bu daha çox göstərir özünü. Ki mən də elə idim. Və mükəmməlliyətçiliyi bir realist bir baxış açısı ilə baxdım və həqiqətən də məntiqsiz olduğunu gördüm. Çünki məsələn mükəmməlliyətçilik necə bir şeydir? Məsəl üçün sən bu gün məsələn 8 saat dərs çalışma hədəfi qoymusan ki, çox fantastik bir hədəfdir və 7 saat 30 dəqiqə çalışıb dizin döyürsən ki, bəs özünə ki, mən 8 saat çalışa bilmədim, demək ki, mən uğursuzam və sabahsı gün artıq məsələn çalışmaq istəmirsən. Niyə? Çünki 8 saat çalışmayacağamsa çalışmamın nə mənası var? Deyəcəksən də 0 çalışacaqsan, heç çalışmayacaqsan. Bax məsələn, hədəf qoyanda da, bir şeydə də biraz realist bir insan olmaq lazımdır. Məsələn, bu gün tutaq ki, gününü 3 yerə böl, səhər hissəsi, günorta hissəsi və axşam hissəsi. Tutaq ki, səhər hissəsinə qidalanmanı biraz pozdun, amma sırf məsələn mükəmməlliyətçi bir insansansa, deməli səhər qidalanmanı pozdumsa, bu gün qidalanmanı pozmuşam, ona görə günortanı axşamda pozum. Xeyr, yəni necə deyim, bir səhv edirsənsə, o səhv sənin gününə təsir etmir. Sadəcə həmin an etdiyin səhvdir. Sənin ona verdiyin reaksiya artıq səhvi böyüdə bilər, kiçildə bilər. Məsələn, bir nümunə götürək. Tutaq ki, bayaq məsəl üçün səhər yeməyini pozdun. Amma getdin məsəl üçün günorta yeməyini sağlam bir şəkildə qidalandın, axşam yeməyində sağlam bir şəkildə qidalandın və tez yatdın. Yəni sənin etdiyin çox kiçik bir səhv həyatına çox cüzi bir zərər vurdu. Amma sən əgər onda desəydin ki, mənim onsuz səhər qidalanmam pis olduğuna görə gedim günortanı da pis qidalanım, axşam da pis qidalanım və ya məsəl üçün səhər tutaq ki, məsəl üçün bir bağımlılığın olsun. Məsələn, səhər siqaret çəkdin və deyirsən ki, günorta da siqaret çəkim, axşam da siqaret çəkim. Bu gün özümə siqaret çəkməyəcəm dedim. Pozdum, nə də olsa bu gün pozdum, poza gedim. Deyirsən. Məsələn, bu gün nə bilim, məsələn, bir zərərli bir vərdiş olsun, istənməyən bir şey olsun. Sən onu ard-arda etdikcə gününü də məhv etmiş olursan və sonra deyirsən ki, mənim günüm orada etdiyim səhvə görə məhv oldu. Xeyr. Xaricdən gələn təsirlərin alacağınız qərarları dəyişdirməyinə icazə verməməlisiniz və mən bunu həyat fəlsəfəm etdim, bu qanunu həyat fəlsəfəm etdim. Necə? Baxın, məsələn, mən bu dəqiqə gedim məsələn bir fast food yeyim. Bu mənim günümə təsir eləməyəcək. Sadəcə həmin an sağlam qidalanmaqdan kənara çıxdığımı özümə etiraf etməliyəm və davam etməliyəm. Çünki növbəti verəcəyim qərarlar artıq özərimdədir. Məsələn, o fast food yedimsə, kardioya çıxıb onu bərpa edə bilərəm. 20-30 dəqiqə yürüyüş edib bərpa edə bilərəm və ya idmana gedərəm, onun aldığı kalorisini əridərəm və ya məsələn, axşam tutaq ki, 1000 kalorilik bir qida varsa, məsələn, 1000 kalorilik, 500 kalorilik qidalanacağamsa, onu yarı-yarıya endirərəm ki, məsəl üçün səhərkini kompensasiya edə bilsin. Yəni mükəmməlliyətçi olmaq həqiqətən də istədikcə səni məhv edir və bilirəm ki, hamımızın içində bir mükəmməlliyətçi səs, bir mükəmməlliyətçi duyğu var və bununla mümkün qədər mübarizə aparmalısan. Hər zaman bunu nəzərdə tut. %80 prinsipi. Hədəf yazırsan, hədəf qoyursan, gün ərzində planların olur, çox gözəl. Özünə bu qanunu qoy. %80-də çatsam uğurluyam. Yəni %80-də çatsam uğurluyam özünü hesab et. Məsəl üçün 8 saat dərs çalışmaq olsun, sən onun 6 saatına çatdınsa artıq uğurlusan. Və ya 2 dəqiqə intensiv məşq olsun, sən onun 1 saat 40 dəqiqəsini məşq etdinsə artıq uğurlusan. Və ya 30 səhifə məsələn fizikadan test olsun, məsələn 30 dənə sual olsun, sən onun 80%-ni, məsələn 24 dənəsini yazdınsa artıq uğurlusan. Hər zaman %80 hədəflə %80-i oyna, üstünə yazsan sənin cibinə gələn qazancdır. Elə hesab ol. Məsəl üçün, bugün dedin ki, özünə 2 saat yürüyüşə çıxasan, 1 saat 40 dəqiqə çıx yürüyüşə. Yəni, nə bilim, məsəl üçün, %80 olmasa da, məsələn, %70 qoy, %60 qoy. Gündə xırda-xırda olan irəliləyişlər böyük nəticələrə gətirir. Bax, belə bir nümunə çəkim, sən də yaxşı anlayasan. Məsələn, bir bostançı düşün, bir bağban düşün. Gündə ağacdan bircə alma dərir. Belə, məsələn, gülməli gələr ki, bir alma nədir ki, belə? Ancaq sən, məsəl üçün, mükəmməlliyətçi bir insansan və sən deyirsən ki, mən bugün 100 alma dərəcəm. 100 almanı dərdin, məsəl üçün 98 alma dərdin. Dedin, mən 98 alma dərdim, alma falan dərən deyiləm, həvəsdən ölürsən. 4-5 aydan sonra gəlirsən, deyirsən ki, bir 100 alma daha dərəcəm.
Yenə 97-sini dərdin, mükəmməliyyətçi olduğuna görə yoruldun. Bəlkə də məsələn 100-ünü topladın, amma sabahsı bir günü yoruldun və məsələn sonuncu digər bir 4-5 aydan sonra davam etdikdən sonra bir məsəl üçün 90-95 alma daha topladın. Ancaq o əkinçi, bostançı daha doğrusu gündə bir alma toplamağa davam etdi və o sənin gözündə az görünməyinə baxmayaraq o səndən daha çox alma topladı. Yəni gündə edəcəyin xırda-xırda addımlar, kiçik-kiçik addımlar da günün sonunda, ilin sonunda, ayın sonunda bir qazancdır. Məsələn, bu gün 10 dəqiqə yürüyüş etdin. Hər gün 10 dəqiqə yürüyüş etsən, o rəqəm saatlara, bəlkə günlərə keçəcək. Məsələn, bu gün sadəcə bir əzələ qrupuna çalışdın. Tutaq ki, hər gün bir əzələ qrupuna çalışsan, 365 müxtəlif əzələ qrupuna çalışmaqdan söz gedir. Və ya bu gün sadəcə bir vərəq bədii kitab oxudunsa, bu il sonunda sənə bir kitab deməkdir. Bir vərəq kitab sanki oyunlardakı 5-10 saniyəlik reklam kimi bir şeydir yəni. Yəni ilin sonunda sən bir kitab bitirmiş olursan. Ancaq otursan məsəl üçün bu gün 300 vərəq, 400 vərəq oxuyacam. Yəni insan olaraq realist olmaq lazımdır, düzgün bir baxış açısı qoymaq lazımdır. Mümkünatı yoxdur. Edərsən, demirəm etməzsən. 7 gün, 8 gün, 10 gün sonra bir də səni bu videonun şərhlərində gözləyəcəm. Nə qədər mükəmməliyyətçi insan olsan da, yəni bunun tərəfdarı deyiləm həqiqətən də. Çünki mənim başıma çox iş açıb. Günün sonunda motivasiyam, disiplinim gedirsə, bu mükəmməliyyətçilik duyğusu mənə lazım deyil. Belə bir şey də bilərsən. Mükəmməli oynayacam yox, əlimdəkinin ən yaxşısını edəcəm. Məsəl üçün, tutaq ki 200 kilo qaldırma potensialına maliksən və sən özünə deyirsən ki, mən 250 qaldıracam. Realist ol, 200 qaldıran 250-ni çətinliklə qaldırar və qaldıra bilməsə motivasiyadan düşər və heç qaldırmazsan. Amma belədir. Məsələn 200 qaldırıram, bu gün 180 qaldıracam. İndi tək kilo olmaq zorunda deyil, kilo olmaq məcburiyyətində deyil. Məsələn kitab oxumaq üçün bu gün məsələn gündə 100 vərəq oxumaq potensialına maliksənsə, 80 vərəq oxudunsa sən artıq qalibsən. Yəni bu baxış açısı ilə, bu perspektivlə yanaşmağını da istəyirəm açığı. Bugün biraz mükəmməliyyətçilik haqqında danışdıq. Əminəm sən də mükəmməliyyətçi bir insan idin və bu videodan öncə mükəmməliyyətçiliklə bağlı müsbət, mənfi və bir sıra düşüncələrin var idi. Bəlkə də mükəmməliyyətçiliyi məğlub etmisən, bəlkə də mükəmməliyyətçiliyin yeni bir qavram olduğunu eşidirsən. Əminəm sənə faydam toxundu, faydam dəydiysə də xoş mənə izlədiyin üçün təşəkkür edirəm. Dəstək məqsədilə kanalımıza da abunə ola bilərsən. Sağ ol, salamat qal.